Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar sizlere bu ətli cücələrimizlə bağlı qısa məlumat vermək istəyirəm. Digər heyvanlarımızı da göstərəcəm sizə. Bu video ümumi bir video olacaq. Heyvanlarımın çalışacağım ki hamısını göstəreyim. İlk olaraq bunlardan başlamaq istedim. Çünki bilirsiniz ki qonşumuzda xəstəlik var idi. Bu hər kəsdə olan toyuqlara düşən xəstəlikdən qonşumuza düşmüşdü və toyuqlar ölmüşdü. Bizim də bu cücələrimizə düşmüşdü. Çünki bunlar həm böyüklüyünə baxmayın, 41-ci günlükləri hələ bu gündür. Əlavə olaraq da bunlar vaksin falan görmədiyi üçün bunları tutmuşdu. Vəziyyətləri necə oldu, necə sağaldılar, nə etdik, onlardan ümumi bəhs eləyəcəm və digər heyvanlarımızı da növbə ilə göstərib son durumlarından sizə bəhs eləyəcəm. Demək ki, uşaqlar bu cücələrimiz 35-ci, 32-ci günlüyündə o xəstəlik tutdu bunları. 3 dənəsi xəstələndi. Biraz yemiz adı gördüm, zəif yeyirlər deyini. 3 dənəsini kəsdim bunlardan. 15 dənə cücə idi cəmi. İndi hal-hazırda görürsünüz ki, 9 ədədi qalıb cəmi. 15 dənə cücə idi. 3-ünü kəsdim. Daha sonra da birini kəsdim. 4 oldu. Sağaldılar. Bunlar şükür Allaha kimi heç bir problem yoxdur. İndi necə sağaltdım ondan da bəhs edəcəm sizə. Daha sonra bilirsiniz ki, əmim gedən 2 dənə ağ lal ördək gətirmişdim. Onun əvəzinə bir quban, bir də lal ördək verəcəkdim. O lal ördəklə bunu göndərdim ki, artıq yem yeyən olmasın. Çünki 40-cı günlərində idi dünənləri. Artıq kəsimə hazır idilər. Onlar elə getdilər. Bugün də kəsdim. Cəmi 9 dənəsi qalıb indi hal-hazırda. Yavaş-yavaş indi lazım olduqca gün aşıra, nə bilim, baxır da 2 gündən bir filan indi lazım olduqca kəsəcəyik bunlardan, artıq yeyəcəyik. Bugünkü kəsdiyimin də kilosunu deyim, uşaqlar 2 kilo 200 qram əti gəldi. Daha böyüyü də var. Məsələn, o cücə kəsdiyimdən daha böyüdü, o cücə kəsdiyimdən daha böyüdü, o cücə də kəsdiyimdən daha böyüdü. Yəni onlar hardasa 2 kilo 300, 2 kilo 400 filan gələr. Amma sizə onu deyim ki, mən uşaqlar tam hazır yemlə, o şəkərli yemlə, yəni hazır olan yemlə saxlamıram sona qədər. Çünki onda dükan toyuğundan heç bir dadı fərqi olmur. Əti yumuşaq olur. Əlavə olaraq da ətindən o yemin tamı gəlir. Hansı ki, dükandan alırsınız biraz bir tam gəlir. İndi kənddə yaşayanlar bunu bilər də, şəhərdə yaşayanlar o tamı hiss edə bilməz. Elə bir tam gəlir uşaqlar. Amma mən bunları artıq bir 10 gündür keçmişəm. Buğda qatıram yemlərinə, qara un qatıram yemlərinə. Elə qarışdırıb verirəm. Bir də çöldə çıxırlar, belə ot filan da yeyirlər, torpaq yeyirlər, qum yeyirlər. Eləcə də ətləri artıq bunların bərkiyib və dadı həqiqətən yaxşılaşır. İndi bir 10 günə lap super olacaq bunların ətləri. Onun üçün bacardığım qədər bu 9 dənəni bir həftə sonra kəsəcəm. Yəni qoy dursunlar, böyüsünlər. İçində 1-2 dənə ən balacaları var. Bu çünki yumurta gələndə, elə o cücə gələndə içində gördüm ki, 2 dənəsi çox cırdı da. Cücənin biraz da o loridi desək, eşiş cücə idi biraz. İstədim deyəm ki, onları verim, amma dayıya gətirənə bir şey demədim. O cücə ilə o cücə biraz balacadır içində. Onlar gələndən ilə balaca idi. Bunların uşaqlar xəstəlikləri artıq sağaldı. Heç bir problem yoxdur. Desəz ki, Ayxan nə verdin, nə elədin bunlara? Uşaqlar bəzi o xəstəliklə bərabər həm qıqqıldayırdılar bunlar, həm də qarınları açılmışdı. Qarınların ağrımağına görə oksitetraskilini atdım boğazlarına, hansı ki 2 dənəsinin qarnı təmiz açılmışdı onlara. Qıqqıltıya da qarşı uşaqlar, əlimdə ultraseptol yox idi, qurtarmışdı antibiotik olaraq verməyə. Sirkəm vardı, sirkəli su verdim 2 gün arxa-arxaya dostlar. İçindən də o 3 dənəni kəsdim. Əlavə olaraq o 3 dənədən də əlavə 2 dənəsi qıqqıldayırdı. Onların da qıqqıltısı sirkədən sonra şükür Allaha ki kəsdi. O 3 dənəni biraz ağır vəziyyətdə olanları, ilk düşənləri biraz da panikaya qapılaraq, çünki ayda xəstəlik düşdü, nə olacaq deyərək kəsdim. Amma əslində kəsməsəydim də sağalardılar. İndi amma yerdə qalan 9 dənə şükür Allaha ki yaxşıdır ki, ondan qabaq da əmimgilə verdiyim də sapsağlam cücələrdən idi. Əlavə olaraq özümüzün də bugün kəsdiyimiz yenə sağlam cücələrdən idi. Heç bir problemləri yox idi. Yəni şükür Allaha ki sağaldılar. Təbii ki, mən qorxdum ki, sağalmayacaqlar bunlar. Amma yaxşı oldular. Çünki bilirsiniz ki, uşaqlar, bunlar vaksin falan görmür. Digər toyuqlarım, böyük hündüşkalarım, toyuqlarım hamısına vaksin vurulub, amma bunlara vaksin vurulmuyor. Çünki bunların yaşı azı, zaten bunlara vaksin də bildiyim qədərindən vurulmur. Yəni, en azından mən vurmuram. Çünki 40 gündə, 50 gündə kəsilir deyə nə vaksin bunlara. Amma şükür Allaha ki, dediyim kimi sağaldılar, heç bir problemləri yoxdur. Dediyim kimi sizə digər heyvanları da göstərəcəkdim. Onları da keçək göstərək. Burada bizim balaca hündüşkalarımız var, balaca hündüşkalar, cücələr. Bunlar da uşaqlar belə səhərlər buraxılır çölə. Bunların da vəziyyəti şükür Allaha ki yaxşıdır. Sadəcə bir dənə o hündüşka görürsünüz uşaqlar. O hündüşka nəsə yem yemir. Bunların %100% ki qurtları var. Çünki bunlara qırtlarla artıq gecikdirirəm. Normalda yaz aylarında mən çölə gec buraxdığım üçün 2 aydan bir verirəm. Bunların da 2 ayları təzə tamam olub. Amma qışda bu vaxtlar, çünki bunlar biraz paplayıblar,
yay aylarında çıxmışdılar da, buraxmışam çölə, tez otla tanış olurlar deyəni 100% ki, bunların qurtları artıq çoxdandan var. Əslində mən bunlara bir 10-15 gün qabağından qurt dərmanı verməliydim, amma verməmişəm. Biraz da o hündüşkada zəif yeyir o yemi. Deyir ki, mənə o bir bahalı 1 manat 50 qəpiklik yemdən ver, amma mən də 1 manat 50 qəpiklik yemdən vermək istəmirəm ki, biraz aşağı olsun da qiymət. Çünki hər şey bahalı çatdıra bilmirəm sonra uşaqlar. Qısacası o ölsə də artıq problem yoxdur mənim üçün. Çünki zaten bu hündüşkaların heç qalacağına ümidim yox idi. Çünki geç çıxmışdılar. Sınaq üçün çıxarmışdım ki, qalar, qalmaz. Yenə qaldı əlimdə hər nədir. Mənim üçün əsas olan buradakı cücələrdir. Çünki bunların xoruzdan zaten kəsib yeyəcəm. Xoruz lazım deyil. Xoruz 10 dənə var. Hətta xoruzumdan azaltmalıyam. Amma fərələrin bunların da inşallah ki saxlayacağım. Biraz cır fərələr olacaqlar amma olsun. Çünki içində qəşəng rəngli fərələr var. Məsələn, elə o hündürdür, qəşəng rəngi var. Daha sonra orada o fərədir, o da qəşəng rəngi var, hündürdə. İçində yəni saxlamalı fərələr var. Qısacası bunların da fərəsindən saxlayacağım. Qurt dərmanı niyə desən vermirsən, uşaqlar 1-2 günə gedəcəm rayonda. Biraz əllərimdə işim var, çox həm məşğulam, həm də bəzi başqa işlər də var deyə hamısını bir yerdə gedib həll etmək istəyirəm. 1-2 günə inşallah sabaha, hətta 1-2 gün də deməyim, sabaha birisi günə qurt dərmanı alacağım. Həm böyük hündüşkalarımıza qurt dərmanı verəcəm, həm də bu cücələrə də qurt dərmanı verəcəm. Onda biraz da bunlar o bahalı yemdən də alacağım ki, özünü tutsun bu hündüşka filan da. Yəni, çünki bura kimi gətirmişəm, inşallah ölməz. Amma yəni ölsə də artıq edəcək bir şey yoxdur. Bunların da uşaqlar son vəziyyətləri bunlar da. Desəz ki, neçə aylıqdılar burada. Eləsi var ki, 2 ayın təzə 1-2 gündür tamam edib. Çünki yarısı böyüklərlə balacaların arasında bir 10 gün filan fərq var idi. Yarısı da harsa bir 10 gündür tamam edib də 2 ayların. Elə hündüşkalardır. Hündüşkalar 2 aylarına görə yaxşıdır. Əsas da o ilk çıxan 2 dənə hündüşka görürsüz onlara. Lap yaxşı yekədir. 11 tay vardı, o öldü. Xəstəyə düşəndə ona da düşdü. Bu qonşuya düşən xəstəyə düşəndə ona da düşdü və o da öldü. İndi hal-hazırdakı bunların da vəziyyəti budur uşaqlar. İndi keçək sizə biraz da böyük hündüşkalarımızı göstərib onlar haqqında verəcəyim məlumatlar var. Hündüşkalarımızın da uşaqlar yarısı burada peyində filan eşələnirlər özləri üçün. Yarısı da baxın belə burada otlayırlar. Vəziyyətləri necədir desəz, vəziyyətləri bunların da çox yaxşıdır. Artıq bunlara 3-4 gündür kökəltmək üçün, hətta 3 gündür, 4 gündür yox. 3 gündür bunlara kökəltmək üçün yem rasyonuna başlamışıq. Onu növbəti videoda inşallah kökəltmək üçün hansı yem rasyonundan istifadə edirəm sizə danışacağım təbii ki. Amma bu videoda danışacaqdım. Sadəcə biraz gecikdim video çəkməyə. Çünki qonağımız filan gələcəkdi. Başım qarışıq idi. Ona görə biraz gec çəkməyə başladım. Axşama yetişdirmək üçün söz vermişəm. Bugün video paylaşacağım. Axşama yetişdirmək üçün biraz qaça-qaçla bu videonu qısa çəkirəm, paylaşıram. Əslində mən biraz video stoklamalıyam. Yəni stoklamalıyam. Çünki belə bəzən görürsüz qəfil işim olur, çəkə bilmirəm sizdə. Əslində bir neçə video çəkib saxlasam və vaxtında paylaşsam mənim üçün çox daha yaxşı olacaq. Amma edəcək bir şey yoxdur. Hələ ki belə davam edək. Dediyim kimi uşaqlar, bunlara da bir neçə gündür artıq kökəltmə yeminə keçmişəm. Növbəti videoda nə yem verirəm, necə kökəldirəm, ondan sizə bəhs edəcəyəm. 1-2 dənəsində problem vardı. Köhnə videolarımda demişdim. Sonra sağaldığını təbii ki bir videoda qeyd etmişdim, amma görməyən olarsa təkrar deyim ki, artıq heç bir problemlər yoxdur. Hamısı maşallah olsun sağlamdır. Sadəcə bir dənəsi ayağı indi hardadır, buradaydı indicə o quş birinin ayağı axsıyır. O da o vaxtı demişdim ha sizlərə, barmağı sınmışdı. Şeyin arasında qalıb odur. Onlar orada eşələnir. Bunlar buradadır. Bir dənə o quşumuzda azca problem var. Uşaqlar onun da ayağı şişib. Antibiotik verirəm amma kömək eləmir. O bir dənə onda yeməyində problem yoxdur amma ayağı şişib də indi o da elədir. Belə uşaqlar. Orada da 4 dənə qaz görürsüz. Yəqin ki bilməm uzaqdır. Orada da 4 dənə qaz var. Onlar da kimindirsə gəlib gölə heç ara getmir. Burada qalır. Yəqin kimindirsə artıq itirib axtarmır. Onlar qalıb burada. Heyvanımızı da sizə göstəreyim. İnəyimizin də son vəziyyəti budur. Artıq qonşularımızda və kəndimizdə demək olar hər qapıda dabaq xəstəliyi var, amma hələ ki buna düşməyib. İnşallah ki də düşməz. Çünki dabaq xəstəliyi düşsə həm boğazdır, həm balasına filan düşsə ölmə ehtimalı var. İnşallah ki elə bir şey olmaz. İnəyin də son vəziyyəti budur. Burada qamışdan filan nə olsa tapıb yeyir. Səhər buraxırıq uşaqlar çölə, axşama kimi orada otlayır, nəm qamış yeyir. Burada bizimdir. Əlavə olaraq bağın içinə də girir. Buralarda yeyir. Axşam da qabağına artıq ot azaldığı üçün bir presin yarısını atırıq. Yəni normal bir pres yoxdur. Onun yarısını hər axşam bunu atıram. Yeyir. Bəsi də olur. Doyurlar. Biraz
Buralar birazcık çərəndi, mərəndi, o tür bir şeydi. İndi kənd yerində uşaqlar, qalanlar bilər ki, iş bitmir. Bizim də həyətimiz maşallah olsun uşaqlar. 1 hektardan 1 hektara yaxında həyət. Ona görə ha deyəndə hər yerini təmizləmək olmur da. Çünki ot da, çərən də belədir ki, yəni buranı bugün təmizləyirsən, sabah görsən ki, o tərəfdən çıxıb qalxıb artıq. Yəni ona görə də üzrü sayın, bununla bağlı mənə bir irad tutmasaz çox sevinərəm. Belə uşaqlar, başqa sizə bunlar haqqında deyəcəyim çox bir şey yoxdur. Çünki hər şeyi danışmışam bunlar haqqında. Sadəcə ümumi son vəziyyətlərini göstərmək istədim sizlərə. Bir də ki, videonun digər qismində də dedim, balaca quşları şey eləyəndə bunlara yenə qurd dərmanı verəcəm. Əslində kökətməyə başlamadan qurd dərmanını verib keçmək lazımdır. Sadəcə mən biraz gecikdim. Üzr istəyirəm. Gecikdim. İndi inşallah bunlara da təzədən qurd dərmanı verəcəm. Artıq sonuncu dəfə bunlara da qurd dərmanı verəcəm. Çünki kökətməyə keçmişəm. Mənə lazımdır ki, bunların heç bir qurdu olmasın ki, verdiyim yem tamamilə bunlara xeyir eləsin də, belə deyim sizlərə. Yenə bu qədər. Sağ olun, salamat qalın. Kanalımıza abunə olub, videomuzu like eləməyi unutmayın. Yorum da atsanız çox sevinərəm. Yorumlarınız mənim üçün çox önəmlidir. Yaxşı və yaxud da ki, pis yorum ata bilərsiniz. Tənqidlərinizin hamısına açığam. İstədiyiniz qədər siz də məsləhət verə bilərsiniz. Mən professional şəxs deyirəm, veterinar həkim deyirəm. Sadəcə sizlərə bacardığım qədər, öyrəndiyim qədər, bu yaşıma qədər öyrəndiyim qədər təcrübələrimi bölüşməyə çalışıram. Yenə deyirəm, təbii ki, məndən daha yaxşı baxanlar da mütləq ki vardır aranızda. İndi bacardığımız qədər, biz də baxdığımız qədər sizə göstəririk ki, bəlkə heç bilməyən var və yaxud da ki, ən azından mən də sizlərdən çox şey öyrənmişəm. Köhnə kanalım vaxtında da, elə bu kanalımda da. Yəni hamımız bir-birimizdən bir şey öyrənək, dəstək olar bir-birimizə, təsərrüfatımızı hamımız bərabər inşallah böyüdək. Belə dostlar, sağ olun, salamat qalın.